Salam əziz şagirdlər, bugün 5-ci sinif 2-ci hissə riyaziyyat dərsi ilə səhifə 86, 87 və 89-dakı tapşırıqların izahını verəcəm. Başlayaq səhifə 86-da birinci tapşırıqla. Bizə deyir ki, dairəvi diaqramda bir binadakı mənzillər haqqında məlumat verilib. Binada cəmi 40 mənzil olduğunu bilərək suallara cavab verin. Gəlin əvvəlcə binadakı mənzillərin sayını tapaq. Buradan qeyd edirəm ki, bir otaqlı 40 vurulsun, olacaq 1/10. İxtisar edirəm ona. Edəcək 4 mənzil. Sonra 2 otaqlı. Bu dəfə 40-ı vuracam 3-ə. Ona ixtisar edirəm 4. 4-ü 3-ə vururam 12. 3 otaqlı. 40-ı vururam 5-də 2-yə. Edir 16. 4 otaqlı. 40-ı vururam 5-də 1-ə. 5-ə ixtisar edirəm. Bu da edir 8. İndi biz suallarımızı cevablaya bilərik. A variantına baxaq. Deyir, neçə otaqlı mənzillərin sayı ən çoxdur? Ən çox, mən baxıram ki, baxın buradadır 16. Onda A variantındakı sualın cavabı olacaq 3 otaqlı. Keçirəm B variantına. B variantında mənə deyir ki, 2 otaqlı mənzillərin sayı 1 otaqlı mənzillərin sayından nə qədər çoxdur? Bir-birindən çıxaq ki, nə qədər çox olduğunu bilək. Deməli, 2 otaqlı 12-dir. 1 otaqlı da 4-dür. 12 çıxılsın 4 bərabərdir 8. Deməli, 8 dənə çoxdur. C variantına baxırıq. 4 otaqlı mənzillərin 4də 1-i satılıbsa, satılmayan neçə 4 otaqlı mənzil qalıb? 4 otaqlı mənzillərin sayı 8-dir. Bunun 4də 1-i satılıbsa, 4də 1-ini tapaq. 4-ə ixtisar edirəm. Deməli, 2 mənzil satılıb. Ümumi 8 mənzil var axı 4 otaqlı. Onda 8-dən 2-ni çıxaram. Deməli, 6 mənzil qalıb. Burada cavabım olacaq 6. Cavab 6. Keçirik D variantına. Deyir, neçə mənzildə otaqların sayı 2-dən çoxdur? 2-dən çox olması üçün otaq sayı 3 otaqlı, yəni 4 otaqlı. Buraya yazıram ki, 3 otaqlı və 4 otaqlı. Yəni bunu nəzərdə tutur ki, 3 otaqlı və 4 otaqlı. Bunlarda 2 otaqdan çoxdur da mənzil. Onda baxaq, 2 otaqdan çox deyirsə, 3 otaqlı 16, 4 otaqlı 8. 16 üstəgəl 8 bərabərdir, olacaq 24. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda bizə deyir ki, xətti diaqramda 6 il ərzində fabrikdə neçə cüt ayaqqabı istehsal olunduğu barədə məlumat verilib. A variantına baxaq. Demək, biz əvvəlcə gəlin bütün illəri buraya yazaq. 2017-də baxıram ki, 27, 2018-də 28, 2019-da 29, 2020-də yenə 29, 2021-də baxıram ki, bu dəfə 26, sonra 2022-də 28. Burada yazıram 28. İndi suallara cavab verək. A variantında bizə deyir ki, hansı ildə ən az sayda istehsal edilmişdir? Bunu buradan da görə bilərik. Ən az, yəni ən aşağıda görürsünüz nə qədərdir? 26 dənə 2021-də. Həmçinin burada da görürəm ki, ən az 26-dır. Deməli, cavab olacaq 2021-ci ildə. Sonra keçirik B variantına. Deyir, hansı ildə eyni sayda ayaqqabı istehsal olunub? Baxın, eyni sayda buradır. Yəni 2019 və 2020. Buradan da görürük ki, 2019 və 2020-ci illərdə.
Bir dənə də olmalıydı. Deməli, bir də baxın budur. 28, 28. Burada da baxıram ki, buradan baxıram ki, baxın eyni. Burada və burada. Yəni 2018 və 2022-ci ildə. C variantının cavabını da qeyd edirik. 2018 və 2022-ci illərdə. D variantında bizə deyir ki, 6 ildə fabrikdə cəmi neçə cüt ayaqqabı istehsal olunub. Toplayaq. Deməli, 27, 26, 26 üstə gəl 27. 2 dənə 29 var. Gəlin yazaq 29 vur 2. Bu da 2 dənə 28 var. 28 vurulsun 2. Bərabərdir. 26 ilə 27-ni toplayıram. 53. 29-u 2-yə vururam. 58. 28-i 2-yə vururam. 56. 50, 50, 50. 150. 3 ilə 8-i toplayıram. 3, 8, bir də 6. 11 üstə gəl 6. 17. Bu da eləyəcək. 150 ilə də 17-ni toplayıram. 167. Cavabımız olacaq 167 min cüt ayaqqabı istehsal olmuşdur. Keçirik 3-cü tapşırığa. Deyir ki, sütunlu diaqramda təsərrüfatda bir ildə tədarük edilən dənli bitkilər haqqında məlumat verilibdir. Baxaq A variantına. Deyir, hansı dənli bitki ən az tədarük olunub? Ən az, baxın burada ən aşağıda olandı. Yəni darı. B variantında deyir ki, ən çox hansı dənli bitki tədarük edilib və neçə ton? Ən çox ən hündürdə olandı. Yəni buğda. Buğda neçə ton? Baxıram buradan 40 ton. C variantında deyir ki, tədarük edilən buğda qarğıdalıdan neçə ton çoxdur? Baxaq buğda nə qədərdir? Buğda 40-dır. Buraya yazıram buğda 40. Qarğıdalıya baxaq. Qarğıdalı da 20-dir. Bir-birindən nə qədər çox olduğunu tapmaq üçün bir-birindən çıxmaq lazımdır. Cavabımız olacaq 20 ton. Keçirik D variantına. D variantında bizə deyir ki, təqribən neçə ton arpa tədarük edilib? Baxaq. Arpa. Baxırıq ki, arpa 30 ilə 40 arasındadır. Əvvəlcə mən 40-dan çıxaram 30-u. Edər 10. Sonra buradan belə gətirsək, baxın bura düşür. 1, 2, 3, 4, 5. Onu böləcəm 5-ə, edəcək 2. Onda burada 30-un üstünə gələcəm 2. Təqribi olaraq 32 ton deyə bilərik. Sonra baxırıq E variantındakı suala. E variantında deyir ki, təsərrüfatda təqribən neçə ton dənli bitki tədarük edilmişdir? Bütün dənli bitkiləri yazmalıyıq, yəni. Arpaya dedik 32, arpa oldu 32. Üzərində burada qeyd edə bilərik. Burada 32-dir, burada 40-dır, burada 10-dur, burada da 20-dir. Hamısını toplayaq. 32 üstə gəl 40, üstə gəl 10, üstə gəl 20 bərabərdir. Demək, 32 üstünə 40 gəlirəm 72, üstünə 10 gəlirəm 82, üstünə də 20 gəlirəm, edir 102 ton. Sonuncu sualımızın cavabı da 102 ton. Keçirik səhifə 87-də ədədi ortaya. Əvvəla bilməlisiniz ki, ədədi orta nədir? Ədədi orta tapanda ədədləri cəmləyəcəksiniz, ədədlərin sayına böləcəksiniz. Baxaq birinci tapşırığa. Birinci tapşırıqda bizə deyir ki, verilmiş ədədlərin ədədi ortasını tapın. A variantı ilə başlayaq. A variantında bizə 10 və 16 verib. Toplayıram 2 dənə ədəddir. Böləcəm 2. 26 bölünsün 2. 26-nı da 2-yə bölürəm, edir 13. Keçirəm B variantına. B variantında verilir 13 üstə gəl 21. 2 dənə ədəd olduğu üçün 2-yə böləcəm.
34 bölünsün 2 edəcək 17. Keçirəm C-yə. C-də verilib 2, 4 və 6. Bu dəfə 3-ə böləcəm. Sayı 3-dür. 12-ni bölürəm 3-ə. Cavab 4. D variantında bizə verilib 12, 25 və 44. 3 dənə ədəd olduğu üçün 3-ə böləcəm. Bərabərdir. Deməli 25-in üstünə 12 gəlirik. 37. Üstünə də 44 gəlirəm. 1 yazıram, 1 yadda. 3-lə 4 toplayıram. 7 üstünə də 1 gəldim. 81. 81-i də bölürük 3-ə. Edəcək 27. Ədəd orta oldu burada 27. Keçirik bunun E bəndinə. Verilib bizə 34, 56, 27, 3. Toplayıb böləcəm 4-ə. 34 ilə 56-nı toplayıram. Səmərəli. 34 ilə 56-nı toplayanda edir 90. 27 ilə də 3-ü toplayıram. Edir 30. Bunları da toplasaq edir 120. 120-ni bölək 4-ə. Birinci 12-ni bölürsünüz 4-ə. 3 dəfə, yanına da 0 yazırsınız, eləyir 30. Sonra keçirik F bəndinə. F bəndində 7, 16, 1, 15 və 6. 5 dənə ədəd verilib. Onda ədəd ortanı tapmaq üçün 5-ə böləcəm. 7-nin üstünə 16 gəlirəm, 23. 23-ün üstünə 1 gəlirəm, 24. 24-ün üstünə 6 gəlirəm, 30. 30-un da üstünə 15 gəlirəm, 45. 45-i də bölürəm 5-ə, edir 9. G bəndi 67, 4, 23 və 54. Bu dəfə 4-ə böləcəm. 4 dənə ədəd verilib mənə. Demək, 67 ilə 23-ü toplayıram. 90. Bu 50-dir. 50 ilə də 4-ü toplayıram. 54. İndi 90-dan 54-ü toplayaq. Etdi 144. 144-ü də böləcəyik 4-ə. 3 dəfə. 8 dəfə. 38. H bəndini yazırıq. 33, 53, 4, 0 və 11. 5 dənə ədəd verilibsə 5-ə böləcəm. 33 ilə 53 toplayıram. 86. 86-nın üstünə 4 gəlirəm. 90. 90 üstünə də 11 gəlirəm. 90 üstə gəl 11. Eləyəcək 101. Bölürəm 5-ə. Bərabərdir. 20 tam onda 2. İ bəndi. 1 tam onda 6 üstə gəl 3 üstə gəl 2 tam onda 2 üstə gəl 4 tam onda 4. Böləcəm 4-ə. Deməli 1 tam onda 6 ilə birinci 4 tam onda 4-ü toplayarım. 6 2 tam onda 2 üstə gəl 3 tam. Kəsir hissəsi 0-dır. Bu da 5 tam onda 2. 6 ilə də 5 tam onda 2-ni toplasam edər 11 tam onda 2. 4-ə bölərəm. 4-ə də böləndə deməli 2 dəfə 8 qalıb 3. Vergülü buraya yazıram. 2-ni düşürdürəm. Edir 2 tam onda 8. Sonuncu J bəndi. 4-də 3 üstə gəl. 6-da 5 12-də 7 və 2-də 1. Bunları toplayıb böləcəm 4-ə. Bərabərdir. Toplamanı yerinə yetirmək üçün ortaq məxrəc 12-yə gətirəcəm. 4 vur 3, 3 vur 3, 6-nı 2-yə vuracam. Bunu heç nəyə vurmuruq. Sonuncunu da 6-ya vururuq. Bərabərdir. Olacaq 12-də. Hamısı 12 oldu da. Məxrəc 12-ni yazaq. 6, 10, 7 və 6. Bölünsün 4. Bərabərdir. 10 üstə gəl 6. 16 üstə gəl 7.
23, 23'ün də üstünə 6 gəlirəm. Eləyir 29. Bölsün 4. Bərabərdir. 4 tərsinə yazıram. 12'ni 4'ə vururam 48. 29'da 1'ə vururam 29. Keçirik ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, kəmiyyətlərin aldığı qiymətlərin ədədi ortasını tapın. A variantında 68, 45, 34. Toplayıb böləcəm 3'ə. Bərabərdir. 68'in üstünə 45 gəlirəm. 3, 1 yadda 11. 34 gəlirəm 7, 4, 1. 147 bölünsün 3. 147'ni 3'ə bölürəm. Edəcək 49. Keçirik B variantına. B variantında baxıram ki, hamısı kilometrdir. Onu da toplaya bilərəm. 1,3, 2,2, 6,4 və 4,1. Böləcəm 4'ə. Toplayaq. 1,3'ün üstünə 2,2 gəlirəm. 3,2 üstünə 6,4 gəlirəm. Üstünə 4,1 gəlirəm. Edir 14. 14 bölünsün 4. 2'ye ixtisar etsək, burada 2, burada 7 qalır. 2'də 7 bərabərdir. 7'ni 2'yə bölürəm, 3,5. C bəndinə baxırıq. 12, 16, 11. 3'ə böləcəm. Edəcək 39 bölünsün 3. Bu da 13. D bəndi. Kəsir verilib bizə. 2'də 1, 5'də 3, 5'də 4, 10'da 1. Böləcəm 4'ə. Bərabərdir. 10 edəcəm də məxrəclərini. Demək, buranı vuracam 5'ə, buranı 2'yə, 2'yə, buranı heç nəyə. 5, 6, 8 və 1. Bərabərdir. 5 ilə 6'nı toplayıram 11, üstünə 8 gəlirəm 19, 1 də gəlirəm 20. 20 ilə 10'u 10'a ixtisar edirəm. 2 bölünsün 4. 2'ni də 4'ə böləndə 0,5. Cavabı kəsirlə də yaza bilərdiniz. 2 bölü 4'ü 2'yə ixtisar etsəz 2'də 1. E bəndinə baxıram. 0,4, 3,2, 1,8, 5,4. Böləcəm 4'ə. Bərabərdir. Deməli, səmərəli hesablayaq. Birinci 3,2 ilə mən 1,8 toplayacağım. Edəcək 5. 5'in üstünə 0,4 gələndə 5,4. Digər 5,4 ilə də toplayanda edəcək 10,8. 4'ə bölürəm. 4'ə böləndə 2 dəfə 8, 2 virgül yazıram. 28 bölü 4, o da edəcək 7. Yəni cavabımız 2,7. Qaldı F bəndi. F bəndində 4'də 3, üstəgəl 10'da 2, üstəgəl 4'də 1. Böləcəm 3'ə. 10'da 2'ni ixtisar etsəm, eləyir 5'də 1. Bərabərdir. 4'də 3. 4'də 3 ilə 4'də 1'i toplayanda, gəlin 10'da 2'ni elə belə saxlayaq. 4'də 3 ilə 4'də 1'i toplayanda eləyir 4'də 4. Üstəgəl 0,2 bölünsün 3. 4'də 4'də ixtisar gedib bizə 1 verir. 1 ilə də 0,2'ni toplayanda edir 1,2. 1,2'ni də 3'ə böləndə edir 0,4. Bizim ikinci tapşırığımız bitdi. Keçirik üçüncü tapşırığa. Üçüncü tapşırıqda deyir ki, suallara cavab verin. A bəndində deyir. Aynur riyaziyyat fənni üzrə il ərzində 5 dəfə keçirilən qiymətləndirmədən 74, 89, 63, 96 və 94 bal toplayırsa
Onun ballarının ədədi ortası nə qədərdir? Ədədi ortasını tapmaq üçün biz bunları toplayırıq və 5 dənə qiymət aldığı üçün 5-ə bölürük. Bərabərdir. Toplayaq. Toplayanda edəcək 416. Böləcəksiniz 5-ə. 416-nı bölürəm 5-ə. Deməli, 41-i bölürəm 5-ə 8 dəfə. 16-nı bölürəm 5-ə 3 dəfə. Qalır 1. Vergül. Burada bir dənə 0. 10 böl 5 2 dəfə. Deməli, bizim cavabımız olacaq 83,2. Sonra bizə B variantında deyir ki, şirniyyat mağazasında bir həftə 37, ikinci həftə 43, üçüncü həftə 52, dördüncü həftə 40 tort satıldı. Orta hesabla neçə tort satıldı? 37, 43, 52 və 40-ı toplayaq, bölək 4-ə. Çünki 4 həftənin ədədi ortasını tapmalıyıq, orta hesabla deyirsə. 37 ilə 43-ü toplayıram, 80. Nerede toplayıram? Deməli, eləyir 92. 92 ilə də 80-i toplayıram, 172. Bölürəm 4-ə. 172 bölünsün 4. Birinci 17-ni 4-ə bölürəm 4 dəfə. 12-ni 4-ə bölürəm 3 dəfə. Cavabım edəcək 43. A variantının cavabı 83,2. B variantının da cavabı 43. Keçirik 4-cü tapşırığa. Bizə deyir ki, cədvəldə Əli ustanın aylar üzrə qazandığı pul manatla verilib. Əli ustanın il ərzində ümumi qazancı nə qədərdir və burada kalkulyatordan istifadə edə bilərsiniz. Ədədləri toplayacaq, sayına böləcək. Deməli, 850 üstəgəl 1100 üstəgəl 1030 1400 1370 1150 1240 1190 1220 1580 1080 üstəgəl 1190 bərabərdir. Gəlin kalkulyatorda bunu toplayaq. $850 üstəgəl 1100 1030 1400 1370 1150 1240 1190 1220 sonra 1580 1080 1190 etdi 14400. Birinci sualın cevabı oldu 14400. İl ərzində 14400 pul qazanıb. Demək, bizə deyir ki, ikinci sualda usta Əlinin orta aylıq qazancı nə qədərdir? Demək, bir il ərzində 14400 manat pul qazanıb, bir ildə 12 ay var. Böləcəksiniz 12'ye, aylıq qazancı orta hesabla oldu 1200. Tapşırığımız bitdi. Keçirik. Ədədi orta və ədədlərin sayına görə cəminin tapılması. Ədədlərin sayı və onların ədədi ortası verildikdə bu ədədlərin cəmini tapmaq olar. Bunun üçün ədədi ortası ilə sayının hasilini tapmaq lazımdır. Bilməlisiniz ki, ədədlərin cəmi bərabərdir. Ədədi orta vurulsun ədədlərin sayı. Baxaq 5-ci tapşırığa. A bəndində deyir. 5 ədədin, deməli ədədlərin sayı 5'dir. Ədədi ortası 7. Ədədi orta 7'dir. Cəmini istəyir. Ədədlərin cəmi bərabərdir. Sayını, ədədi ortanı vuracaqsınız sayına.
Qaydamız belədir ki, ədədlərin cəmini tapmaq üçün ədədlərin sayını ədədi ortaya vurursunuz. Cavab 35. B variantını oxuyuruq. B variantında deyir ki, 9 ədədin, deməli, ədədlərin sayı 9'dur. Ədədi ortası, ədədi orta 1/2'dir. Ədədlərin cəmini istəyir. Ədədlərin cəmini tapmaq üçün ədədi ortanı vuracaqsınız sayına. 1/2'ni vurun 9'a. Edəcək 10/8. 6-cı tapşırıqda deyir ki, verilməyən ədədi tapın. Bir dənə də sizə nümunə verilib. Nümunədə sizə deyir ki, 9 ədədin ədədi ortası 19 və ədədlərdən 3'ünü verib. Əgər 4 ədədin ədədi ortası 19'dursa, 19'u 4'ə vuraraq ədədlərin cəmini tapırsınız. Daha sonra ümumi cəm 76'dan çıxacaqsınız verilən bu 3 ədədin cəmini ki, o bir dənəni tapa biləsiniz, 4-cünü. Tapşırıq üzərində baxaq. 6-cı tapşırığın A variantı. 3 ədədin ədədi ortası 15'dir. Görək bu ədədlərin cəmi neçədir? Ədədlərin cəmi bərabərdir. 3 vurulsun 15, sayını vururuq ədəd ortasına. Eləyir 45. Ədədlərdən ikisini verib 16 və 15. 16 üstə gəl 15. Üstə gəl x, o birini bilmirik. Belə də eləyə bilərik. Ümumi cəm 45'dən nümunədəki kimi yazaq. Çıxırıq 16 ilə 15'in cəmini. 45 çıxılsın 31, edəcək 14. Deməli, 3-cü ədədimiz 14'dür. B variantında deyir ki, 4 ədədin ədədi ortası 3/6'dır. Onda mən yenə ədədlərin cəmini tapmaq üçün 4'ü vurmalıyam 3/6'ya. Ədədlərin cəmi bərabərdir. 4 vurulsun 3/6, edəcək 14/4. İkisini ədədlərdən 3'ünü verib 4-cüsünü istəyir. Deməli 3'ü budur. Ümumi cəm 14/4'dən çıxacam bu 3'ünün cəmini 4/5, 2/3 və 7/1. Burada toplayaq əvvəlcə. 4/5'in üstünə gəlirəm 2/3'ü. Eləyir 6/8. Üstünə gəlirəm 7/1'i. 13/9. 14/4'dən 13/9'a çıxıram. Edir 0/5. Keçirik C bəndinə. C bəndində 4 ədədin ədədi ortası 5/2'dir. Yenə ədədlərin cəmini tapmaq üçün 4'ü vuracağım 5/2'yə. Edəcək 5/8. İndi ədədlərdən 3'ünü verib 4-cünü istəyir. Onda mən 5/8'dən çıxmalıyam. 2/1, üstə gəl 5/4, üstə gəl 4/1, 2, 3-cünü tapın. 5/8 olduğu kimi saxlayaq. Bunları gətirək ortaq məxrəc 20'yə. Onda buranı vuracam 10'a, buranı vuracam 4'ə, buranı da 5'ə. Olacaq. Mötərizəni aşağıdan yazaq. Elə bunu da aşağıdan yazaq. Bərabərdir. 5/8 çıxılsın. Məxrəc 20'dir. 10. Üstə gəl 16. Üstə gəl 5. Bərabərdir. 5/8 çıxılsın. 20'də 26'ın 10 üstə gəl 16, 26 üstə gəl 5, 31. Bunu da 20'yə gətirsək, bu kəsri vuracam 4'ə. Vururam 4'ə. Bərabərdir. Olacaq 20'də 8 vur 4, 32. 32'dən həmin 31'i çıxıram. 20'də 1 edəcək. Burada da 4-cü ədədimiz 20'də 1 oldu. Daha sonra 7-ci tapşırığa baxırıq. Suallara cavab verin. A bəndində deyir ki, 3 kitabın qalınlıqlarının ədədi ortası 21/2/1'dir. Onda burada 3 kitabın qalınlıqlarının ədədi ortası. Onda biz 3 kitabın qalınlığını birinci tapaq. 3 kitabın belə deyək də qalınlıqları cəmi.
qalınlıqları cəmi olacaq. 3 vurulsun. Sayı 3'dür. Ədəd ortası da 2,1'dir. Vururam. Tapıram ki, 3'ünün bir yerdə qalınlığı 6,3 santimetrdir. İndi mən ümumi qalınlıqdan çıxmalıyam. 2,4 ilə 1,9'u çiyə cəmin 2. Yerdə qalan 3-cü kitabın qalınlığını tapa bilim. Bunları da toplayıram. Deməli 3 bir yadda 4,3. 6,3'dən də 4,3'e çıxanda edəcək 2. Bu sualın cavabı 2'dir. B variantına baxaq. Bu A variantıydı. Deməli 7-ci tapşırığın B variantı. 4 qələmin orta qiyməti 60 qəpikdir. Onda 4'ünün ümumi qiymətini tapmaq üçün 4'ü vururam 60'a edir 240 qəpik. 4-cü qələmin qiyməti nə qədərdir? Deməli burada 3'ü verilibdir. Biz bilirik ki 1 manat 100 qəpikdir. Burada qiymətlər manatla verilib. Deməli bura yazıram. 240. Bunları toplayaq. 0,70 manat, üstəgəl 1,20 manat, üstəgəl 0,40 manat. Bərabərdir. Bunları toplayanda 0, 3, 1 yadda edir 2,30 manat. Gəlin biz bunu qəpiyə çevirək. Qəpiyə çevirmək üçün 100'ə vurmalıyıq. O da edəcək 230 qəpik. Deməli sonuncunun qiymətini tapmaq üçün ümumi qiymət 240'dan 230'u çıxmalıyam. Edəcək 10 qəpik. Bunu da manatla ifadə etmək üçün bölməliyəm 100'ə. 100'ə böləndə edəcək 0,1 manat. Səkizinci tapşırığa baxırıq. Suallara cavab verin. Elxanın babası arada dincəlməklə 3 saat ərzində 10,8 kilometr yolu piyada qət etdi. Onun orta sürəti nə qədərdir? Orta sürəti tapmaq üçün, baxın burada sizə verilib, gedilən yol zamana bölünür. Gedilən yol bizdə orta sürət bərabərdir. Gedilən yolumuz 10,8'dir. Zaman isə 3 saatdır. 10,8'i bölək 3'ə. 10 bölü 3. 3 dəfə virgül 8'i düşürdürəm. 18 bölü 3 6. Deməli bunun orta sürəti olacaq 3,6 kilometr bölünsün saat. Bu A variantının cavabı. İndi keçirik B variantına. Deyir avtobuslar arasında 350 kilometr məsafə olan A şəhərindən B şəhərinə 11:00'da yola düşdü, 16:00'da çatdı. Gəlin biz 16:00'dan 11:00 çıxaq ki, görək nə qədər bu yolda olubdu. Baxıram ki, eləyir 5 saat yolda olubdu. 5 saat yolda olubsa, deməli bizdə zaman 5 saatdır. Yol da verib ki, gedilən yol 360 kilometrdir. Orta sürəti tapmaq üçün orta sürət bərabərdir. Yol 360 bölünsün 5'ə. Yəni 72 kilometr saat. Cavabımız burada oldu. 72 kilometr saat. 9-cu məsələyə baxırıq. Sonuncu tapşırığımızda. Deyir cədvəldə Əsmər nənənin 3 inəkdən bir gündə sağdığı südün miqdarı litrlə verilmişdir. Əsmər nənə bir inəkdən orta hesabla gün ərzində neçə litr süd sağdı? Baxın, orta hesab deyirsə, onda biz toplayarıq 18 litr, 23 litr və 16 litr toplayıb 3'ə bölək də. Çünki bu 3 gün daha, baxın, 3 inəkdir axı. 3 inəkdəndir. 18 ilə 23'ü toplayıram. 41, üstünə 16 gəlirəm. 57. 57'ni də bölürəm 3'ə. Edir 19. Məsələmizin də cavabı oldu 19.
Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.